Mənim adım Angela McLean'dir. Amma çox vaxt məni Mələkə Saləmi kimi tanıyırlar. 11 yaşımda İslamı qəbul edəndə Mələkə Saləmi adını götürdüm. Amma mənim İslamdakı səyahətim güman edirəm ki, 11 yaşımda deyil, hətta ondan da əvvəllərə təsadüf eləyir. Mən deyərdim ki, lap kiçik yaşlarımdan müsəlman olmağa başlamışdım. Çox insan düşünür ki, bu necə ola bilər? Amma mən ailəsiz, ögey himayədar qayğısında böyümüşəm. Bunun nə olduğunu bildiyinizi bilmirəm. Amma bu elə bir şeydir ki, sənin ailən olmur və hökumət sənin həyatına nəzarət eləməyə başlayır. Və mən doğulandan bu mənim başıma gəldi. Mən Pensilvaniyadanam və orada belə bir qayda var idi ki, onlar hər 6 aydan bir sənin yerini dəyişirdilər. Və beləliklə mən bütün ömrümü hər 6 aydan bir köçərək müxtəlif təməlli ailələrdə fərqli insanlarla keçirmişəm. Bütün bunlardan keçərkən mən gah xristiyan, gah buddist, gah da Yehovanın şahidi olurdum. Mənim Allaha olan hisslərim həmişə dəyişirdi. Təxminən 8 yaşım olanda qərarı aldım ki, müəyyənləşdirəcəm. Allah mənim üçün kimdir və mən Allahı axtarmağa başladım. Dini kitablar oxuyurdum. Bibliyanı bir neçə dəfə oxumuşdum və onunla bağlı mənim mübahisəli sualım buydu ki, o mənə bəzən məntiqsiz gəlirdi və düşünürdüm ki, 8-9 yaşlı bir uşağa məntiqsiz görünən bir nəsnə necə Allahdan gələ bilər? Məndə belə bir hissiyat var idi ki, Allah həqiqətdir, amma mən onun kimliyini və mövcudluğunu düzgün dərk eləyə bilmirdim. Mən vaxtımın çoxunu dua eləməklə keçirirdim. Gecələr çox vaxt pəncərəmin qarşısında yalnız dayanıb səmaya baxaraq Allahın hardasa oralarda olduğunu düşünərək keçirirdim. Ümid eləyirdim ki, o məni eşidir və çox vaxt ailəm üçün, məni sevənlər üçün dua eləyirdim. Təxminən həmin vaxtlar mən öz doğma ailəmi tapmışdım. Mən onlarla görüşəndə düşündüm ki, onlar xristiyan olar. Amma anam satanist idi. Yəni şeytana itayət eləyən biri idi. Atamsa ateist. Mən tamamilə məyus olmuşdum. Çünki o zamanlar mənim həyatım çox inanclı idi. Anamın üzündən qaçıb kilsəyə gedərdim və Allahı axtarırdım. Anam bunun çox əleyhinə idi. Axırda anamın təhqirləri üzündən mən himayədar sığınacağına qayıtmağa məcbur oldum. Mənim himayədar valideynim var idi. O bir müddət sanki mənim ailə üzvüm kimi idi. Qadın şəhərdən getməli idi. Qanunsa belə idi ki, əgər sən o ştatı tərk eləsən, himayəndə olan uşağı özünlə apara bilməzsən. Ona görə də məni yenə bu dəfə bir həftəlik olaraq başqa himayədar valideynə verdilər. Bu himayəçi qadın Amerikalı idi. Yoldaşı isə Küveytdən. Onlar müsəlman idilər. Getməzdən əvvəl məni xəbərdar elədilər ki, çox güman ki, o öz arvadını döyür. Onlar ərəbdilər və dəvə minirlər. Buna görə biraz qorxu keçirirdim. Mən müsəlmanların evinə getmək istəmirdim. Yadımdadır, biz ora gedəndə mən ağlayırdım. Və mənə dedilər ki, başqa boş olan himayəçi valideyn yoxdur ki, səni ona verək. Mən ora çatanda çox qəribə hisslər keçirirdim. Hələ belə xoşbəxt ailə heç vaxt görməmişdim. Onlar təbəssüm eləyirdilər, gülürdülər, oynayırdılar. Ataları da uşaqlarına qarışıb oynayırdı. Mən heç vaxt bir atanın döşəməyə uzanıb övladları ilə oynadığını görməmişdim. Heç vaxt bir ananın bütün vaxt qışqırmadığını görməmişdim. Onlar məni filmlərə baxmağa aparırdılar. Və yoldaşı mənə cavabdeh olan işçiyə zəng vurub, məni dağlara xizək sürməyə aparmaq istədiyini dedi. Amma güman eləyirəm ki, məsuliyyətinə görə belə şeylər bizə icazə verilmirdi. Mən onun telefonunda işçilərlə necə mübahisə elədiyini xatırlayıram. Onlara deyirdi ki, mən sadəcə istəyirəm onun üçün əyləncəli olsun. Onu kənara aparmaq istəyirəm. Mən düşündüm ki, heç kim, heç vaxt əvvəllər məndən ötürü kimləsə mübahisə eləməyib. Heç kim bu şeyləri heç vaxt eləməyib. Mən onlara İslam nədir, bu din necədir, siz niyə beləsiz kimi suallar verirdim. O qadın əsasən deyirdi ki, sən hələ çox kiçiksən. Əgər mən sənə İslamı öyrətsəm və sən onu qəbul eləməsən, bu daha da pis olar. Mən bunu başa düşmədim onda. Çünki mən bilmək istəyirdim. Bilmək istəyirdim ki, niyə o belə qəribədir və eyni zamanda da heyran edicidir. Onun dediyi sözləri götürməyə başlamışdım. O tez-tez inşallah deyirdi. İnşallah bu olacaq, inşallah o olacaq. Mən ondan soruşurdum ki, bu inşallah sözü nə deməkdir? O mənə izah eləyirdi ki, Allahın izni deməkdir. Nəsə eləmək istəyəndə Allahdan izin istəyirsən.
Bu mənə hikmətli gəldi. Mən ondan bəzi sözlər götürmüşdüm və təkrar eləyirdim. O həftə sonundan sonra evə gəldim və öyrəndiyim hər şeyi kağıza yazdım. Allah təkdir, İsa Allahın oğlu deyil, o peyğəmbərdir və Muhammed adlı başqa bir peyğəmbər də var. Öyrəndiyim 3 ərəb sözünü də yazdım. Onları yazdığım kağızı Bibliyanın arasında gizlətdim. Fikirləşirdim ki, bu həqiqətən çox məxsusidir. Çünki bir gün bundan nəsə öyrənəcəm. Axır bir xristiyan uşağı kimi xüsusi bir şey olanda Bibliyanın arasına qoyurduq. O zaman mənim bütün həyatımda bir dönüş oldu və mən öz atamın evinə qayıtmalı oldum. Hansı ki, mən onu bütün ömrüm boyu tanımamışdım. O mənim ömrüm boyu həbsxanada idi və cəmi bir neçə ay olardı ki, mən onu tanıyırdım və onun evində yaşayırdım. Bir gün mən öz bacıma baxarkən uşaq əlinə keçən dərmanları qəbul eləyib yatdı. Mən onu oyatmaq istədikdə oyanmadı və onu təcili yardım maşını ilə xəstəxanaya apardılar. Anam mənə dedi ki, bunlar hamısı sənin günahından olub. Sən öz bacını öldürdün. Mən bununla yaşaya bilməzdim. Onun ölümünə bais olmaq faktı ilə yaşaya bilməzdim. Hətta baxmayaraq ki, o ölməmişdi, komadaydı. Mənsə bunu elədiyimi düşünürdüm. Ona görə də evdə olan dərmanları qəbul elədim və yatdım. Anam bir neçə saat sonra qayıdıb məni oyatmaq istəyib. Oyanmamışam. 3 gün mən komada olmuşam. Anama deyiblər ki, mənim dəfn mərasimimə hazırlıq görə bilər. Yaşamaq şansım az imiş. Mən komada olanda belə bir yuxu gördüm. Gördüm ki, gözəl bir bağda çay kənarında oturmuşam. Və qeybdən bir səs mənə deyir ki, Bibliya kitabının içində olanın ardınca get. Və mən oyandım. Oyanıb dedim ki, gedib mənim Bibliyamı gətirin. Anam məni oyanmış görüb ayaq üstə qalmışdı. Dedi ki, mən başa düşmürəm. Dedim, mənə Bibliyam lazımdır, indi lazımdır. Onun üstünə qışqırmağa başladım. Xəstəxanadan çıxdı və Bibliyamı gətirməyə getdi. O zaman mən sadəcə Allahla ünsiyyətdə olmağa ehtiyacı duyurdum. Bibliyamı açdım və İslam haqqında bildiyim hər şeyi yazdığım kağız oradan düşdü. Və mən bildim ki, yuxuda bunun haqqında danışırdılar. O anda qərarı aldım ki, İslamı öyrənəcəm və mən müsəlman olmalıyam. Xəstəxanadan çıxdıqdan sonra mən nənəmlə, atamın anası ilə yaşamağa getdim. Kitabxanaya gedirdim və İslama aid kitablar götürmək istəyirdim. Amma kitabxana kartım yox idi. Mən Quranı və bir neçə İslama aid kitab götürdüm. Gəldim evə və oxumağa başladım. Bir neçə saat ərzində oxuyarkən gözlərim yaşla dolurdu və Bibliyada sevdiyim bütün peyğəmbərlər orada var idi. Amma onlar fərqli idilər. Onlar sevimli idi. Onlar günah eləməyiblər. Onlar insanlar üçün nümunə idilər. Musa, Nuh, bütün həyatım boyu sevdiyim bu insanların hamısı haqqında Quranda deyilirdi. Bildim ki, bu Allahın kitabıdır. Mən məktəbə gedirdim. Təkcə mən getdiyim liseydə xaricilər üçün ingilis dili proqramı var idi. Orada bir neçə başı bağlı qız da vardı. Təxminən 4-5 nəfər idilər. Xaricilər üçün ingilis dili sinifinə gəlirdilər. Mənim sinifimdə deyildilər. Amma mən onları axtarırdım. Və kafeteriyada qarşılaşanda dayanarlar ümidi ilə salam aleykum deyirdim. Amma onlar o qədər ayrı seçkiliyə məruz qalmışdılar ki, adamlardan qaçırdılar. Mən çox çalışdım. Amma onlar düşünürdülər ki, onları incitmək, yaxud narahat eləmək istəyirəm. Amma nəhayət bir dəfə dayandılar və biz biraz söhbət elədik. Mən dedim ki, İslam haqqında öyrənmək istəyirəm. Mənə ərəbcəni öyrədə bilərsinizmi? Mən Quranı ərəbcə oxumaq istəyirəm. Onu ingilis dilində oxumuşam. Dedilər ki, yaxşı, olar. Biz hər gün dərsdən sonra otururduq və ərəb dilini, əlifbasını öyrənirdik. Sadə sözlər öyrənirdik. Mən hələ də ərəb dilində danışa bilmirəm. Amma mən həqiqətən ciddi cəhd göstərirdim. Qərarı aldım ki, şəhadət gətirim və müsəlman olum. Amma çox nigaran idim. Öz ailəmi yenicə tapmışdım. Bütün həyatım boyu öz ailəmlə birlikdə olmamışdım. Nigaran idim ki, onlar məni qəbul eləyərlərmi? Məni istəyərlərmi? Mən getdim, xalamla danışdım. Dedim ki, mən müsəlman olmağa qərar vermişəm. Bunu eləyə bilərəmmi? Xalam dedi ki, biz səni bütün həyatın boyu sevmişik və gözləmişik. Əlbəttə, sən əgər müsəlman olsan, biz səni qəbul eləyərik. Və mən buna çox sevindim. Növbəti gün getdim nənəmə dedim ki, mən müsəlman olmağa qərar vermişəm. Və mənim bütün dünyam alt-üst oldu.
Mənə dedi ki, onun Allahla bağlılığı yoxdur və o haqq deyil. Mən ağbəniz uşaq olduğum üçün öz irqimi bununla rüsva eləmiş olaram. Öz ailəmi rüsva eləmiş olaram. Mənə zavallı zənci deyildi. Mənə deyildi ki, mən öz ailəmə aid deyiləm. Bu elə bir şey deyil ki, onlar qəbul eləsinlər və istədikləri bir şey deyil. Mən ağladım. Dedim ki, amma mən ancaq Allahın yolunu getmək istəyirəm. Bütün ömrüm boyu bunu gözləmişəm. Bilirəm ki, mən bunu eləməliyəm. Siz sadəcə məni dinləyin. O dedi ki, yox, nə qədər ki bu evdə yaşamağı seçmisən, sən müsəlman ola bilməzsən. Ürəyimdə bilirdim ki, doğru yoldayam. Amma ailəmi itirmək riski böyük olduğu üçün mən onlara bildirə bilməzdim ki, mən hələ də müsəlman olmaq fikrindəyəm. Beləliklə, mən gizlətməyə başladım. Velosipedimi bir məhəllə evimizdən aralı sürərdim və orada baş örtüyünü geyinərdim. Yoluma davam eləyərdim. O zaman Pasxa bayramı ərəfəsi idi. Məktəbdə də tətil idi. Buna görə də məktəb haqqında narahatçılığım yox idi. Mənim bəzi İraqlı dostlarım vardı. Onlarla məktəbdə tanış olmuşdum. Onların evlərinə gedib gəlirdim ki, daha çox şey öyrənim. Görürdüm ki, onlar məni qəbul eləyir, məni xoşlayırlar. Çox gözəl bir mühit tapmışdım. Gözəl bir icma tapmışdım. Sonra məktəblər başladı. Qərarı aldım ki, tətildən məktəbə qayıtdığım birinci gün baş örtüsü ilə gedəcəm. Mən uzun ətəkli və uzun qollu yeganə olan geyimimi geyindim. Çünki bilirdim ki, baş örtüyünü qısa qollu geyimlə geyinmək olmaz. Hansı ki, mən geyinirdim. Dostlarım mənə bu barədə demişdilər. Mən İslam tərzli geyimimi geyindim, başımı örtdüm və məktəbə getdim. Özümlə çox fəxr eləyirdim və birinci gün qapının ağzında müdir müavininin yanından keçərkən o mənim qolumdan tutdu və məni öz otağına apardı. Soruşdu ki, başındakı nədir? Dedim, mən indi müsəlmanam və bu mənim baş örtüyümdür. O bunu mənim başımdan soyundurdu və dedi ki, yox, bu bizim qaydalara ziddir. Mən dedim ki, axı burada başqa qızlar var, bunu geyinirlər və başladım onların adlarını deməyə. O dedi ki, baş geyimi qaydalarına istisnalar üçün onların ailələrindən xüsusi yazılı icazə olmalıdır. Nənəmə zəng vurdu. Nənəm telefonda mənim üstümə qışqırdı və dedi ki, bura qayıtma, səni burada istəmirik, bizi tərk eləyirsən. Və o mənə cavabdeh olan işçiyə zəng vurdu, dedi ki, dərsdən sonra mən evə gələndə o gəlib məni evdə görəcək. Mən həmin gün məktəbdə baş örtüm əlimdə, göz yaşları içində bütün dünyamın indicə alt-üst olduğunu düşünərək gəzdim. Evə, nənəmin yanına getdim. Ümid eləyirdim ki, üzr istəyərəm və o məni bağışlayar. Bunu mən onun əleyhinə getmək üçün eləmirdim. Amma düşünürdüm ki, mən müsəlman olmalıydım. Bu o zamanın seçimi deyildi. Evə çatanda o məni qapıda qarşıladı və dedi ki, sənə cavabdeh olan işçiyə zəng vurmuşam. Sabah səhər gedirsən, əşyalarını yığıb indi də gedə bilərsən. Ya da sabaha qədər onu gözləyə bilərsən. Mən öz Quran kitabımı, baş örtüyümü və foto albomumu götürdüm. Onun evindən çıxdım. İraqlı dostumla sağollaşmaq üçün onlara getdim. Çünki hesab eləyirdim ki, çıxıb gedəcəm. Mənim üçün yerləşmə qaydaları var idi. Ailəmlə yola getmədiyim təqdirdə 21 yaşa qədər qapalı mühitdə saxlanmalıydım. Çünki sistemdəki bütün evlərdən istifadə eləmişdim. Artıq gedəcəyim heç bir evim qalmamışdı. Məni istəyən ailəm də yox idi. Beləliklə mən sadəcə sağollaşmağa getmişdim. Və biz əyləşib danışanda onlar soruşdular ki, sən müsəlman olduğuna görə qapalı saxlanacaqsan? Mən dedim ki, tam olaraq müsəlman olduğum üçün deyil. Daha çox ailəm olmadığı üçün. Amma ailəm də ona görə məndən imtina elədi ki, mən müsəlman olmuşam. Onlar dedi ki, bu gözlənilən idi. Dedilər, bizim edə biləcəyimiz nəsə olmalıdır. Mən dedim, yox, neynəmək olar ki? Mənim ailəm heç vaxt mənə icazə verməz qalım və başqa gedəsi heç bir yerim yoxdur. Onlar Michiganda bir imama zəng elədilər və mənim vəziyyətim barədə ona dedilər. O dedi ki, onu Michigana göndərin və mən onu gizlədərəm. Beləliklə, o gecə onlarda qaldım və sabahsı gün ora bir xanım gəldi. O Londondan idi, yoldaşı isə İrandan. Onlar məni avtomobillə Michigana aparmalıydılar. Orada biz qadınlar evin arxa həyətində, kişilər isə qabaq tərəfində oturub çay içərək mənim məsələmi danışırdıq. Bu zaman qapı zəngi çalındı və gələn polislər idi. Onlar ona görə ora gəlmişdilər ki, bilirdilər qonşuluqda mənim çox az sayda dostlarım var.
Buna görə də şübhələnirdilər ki, orada ola bilərəm. Dostumun atası polisləri içəri buraxdı və onları mənə cavabdeh olan işçilər və polis zabiti ilə evin qabağında çay içməyə əyləşdirdi. Sonra dostumun atası arxa otağa gələrək dedi ki, onlar sadəcə səninlə söhbət eləmək istəyirlər və səni aparmaq istəmirlər, sadəcə söhbət eləyəcəklər. Biz bilirdik ki, onlar məni aparacaqlar. Bunu sadəcə yalandan deyirlər. Və o Britaniyalı qadın, mən onu indi də tanımıram, adını da bilmirəm. Onlara dedi ki, icazə verin onu hazırlayım, indi göndərəcəm. Dostumun atası getdi onlarla çay içməyə və dedi ki, biz hazırlaşıb gəlirik. Və o qadın məni arxa qapıya gətirdi. Dedi ki, qaç. Mən dedim ki, hara getməliyəm? O mənim başımdan hicabı çıxartdı və dedi ki, belə daha təhlükəsizdir. Dedi, o biri ailənin evinə get. Mən bir-iki məhəllə o tərəfdə digər İraqlı ailənin evinə getdim. Onlar qorxmuşdular. Polislər artıq orada olmuşdu. Dedilər ki, burada qalmaq olmaz. Mən başqa bir evə getdim. Mən ora çatanda, indi o mənim ən yaxın rəfiqəmdir. Onun atası evdə tək idi. İngiliscə danışa bilmirdi və olanları tam başa düşə bilmirdi. Amma o məni içəri dəvət elədi. Və ərəbcə kifayət qədər bilmirdim ki, vəziyyəti ona izah eləyim. Beləliklə, hardasa bir saat orada qaldım. Sonra qapı döyüldü. Bu Britaniyalı xanım və onun yoldaşı idi. Dedilər ki, səni New Yorka aparmaq fikrindəyik. Çünki biz tez buradan getməliyik və buradan New York sərhədindən, Michigan sərhədindən çox yaxındır. Biz belə də elədik. Onlar məni arxa oturacaqda oturtdular. Üstümü yorğan örtüyü ilə örtdülər və biz New Yorka getdik. Ora çatanda biz onların tanıdığı bir məsciddə dayandıq. Və o, vəziyyəti orada Amerikalı müsəlmanlardan birinə danışdı. Və dedi ki, sən reallıqda baş verənlər haqqında heç kimə heç nə deməməlisən. Bu sənin bacındır və sən gəlmisən onu Michigana, ananın yanına aparasan. O mənə başqa bir Quran kitabı verdi. Çünki mən qaçanda hər şeyi Pensilvaniyada qoyub gəlmişdim. O mənə dedi ki, bu dünyada heç nəyin olmasa da, əgər bu kitabın varsa, demək hər şeyin var. Mən Quranı götürdüm. Gecəni məsciddə keçirdim. Növbəti gün məni avtobusla yola saldılar və bütün yol boyu mən oxuyurdum. Bura çatanda bir Amerikalı xanım var idi. Avtobus dayanacağından məni götürməyə gəlmişdi. Bir neçə ay onunla qaldım. Onda çox gözəl idi. Mən hər gün oxuyurdum. Warren prospektindəki məscidə gedirdim. Hər gün namaz qılırdım. Getdikcə həmişə olmaq istədiyim kimi olurdum. Sonra bir dəfə mən sancaq uddum. Hicab sancağımı uddum. Hicab geyinərkən onu ağzımda tutmuşdum və başımı qaldıranda bilmədən sancağı uddum. Bu təxminən qaçandan 6 ay sonra idi. Bu zaman o xanım şəhərdən kənarda idi. O dedi ki, düşünürəm ki, yaxşı olacaqsan. Amma çox adam deyirdi ki, sancağı udmusansa sən əməliyyat olmalısan. O səni öldürə bilər. Beləliklə mən xəstəxanaya getdim və dedim ki, sancaq udmuşam. Onlara adımı səhv dedim. Dedim ki, adım Mələk Maşeymaşdır. Mən Livanlıyam. Valideynlərim Livandadırlar və mən burada təkəm. Məni xəstəxanaya qəbul elədilər və bir neçə gün sonra əməliyyat olundum. Amma əməliyyatdan əvvəlki gecə mən nənəmə zəng elədim. Dedim ki, nənə, mən Michigandayam və mən sancaq udmuşam, çox qorxuram. Sabah tezdən əməliyyat olunmalıyam. Nə edəcəyimi bilmirəm. O mənə dedi ki, sadəcə olaraq de görüm kiminləsən. Sən gəlib mənlə qala bilərsən. Mən sənə cavabdeh olan işçilərlə danışacağam və çalışacağam ki, səni yenə bura gətirim. Sadəcə mənə olduğun yeridir. Mən belə də elədim. Mən xəstəxanadan buraxılanda həbs olundum və məni burada gənclərin islah müəssisəsinə apardılar. Məni Pensilvaniyaya qaytarmaq üçün işlərin getdiyi həmin 3 ay vaxt ərzində mən orada qaldım. Orada ələ salırdılar, döyürdülər. Çünki mən müsəlman olmuşdum. Mən əli qandallı şəkildə təyyarəyə gətirildim. Uçağa minənə qədər əli qandallı oldum. Minəndən sonra qandalı çıxartdılar. Uçaq enəndən sonra yenidən qoluma qandal taxdılar. Hava limanında mən həbs olundum və Pensilvaniyada gənclərin islah müəssisəsinə göndərildim. Federal Təhqiqat Bürosunun işçiləri tərəfindən sorğu-sual olundum. Mən orada saatlarla onlarla oturdum. Onlar mənə kimlərin kömək elədiyini, sərhəddən məni kimlərin keçirdiyini, kimlə qaldığımı sual verirdilər. Onlar bütün adları bilirdilər. Mənə kömək eləyən hər bir adamı ad-ad deyirdilər. Mən isə rədd eləyirdim. Onlar deyirdilər ki, kim kömək eləyib sənə? Deyirdim ki, Allah. Və mən saatlarla təkrarlayırdım, Allah. Onlar məni hədələyirdilər ki, əgər mən deməsəm ki, kimlər olub, ömrümün qalan hissəsini həbsxanada keçirəcəm.
Mən deyirdim ki, Allah mənə kömək olub. Ölüm zülümlə bundan keçdim. Məni tək adamlıq kameraya saldılar. Orada tək qaldım. Onlar məni qorxutmaq istəyirdilər. Mən orada olanda bütün vaxtımı Allahdan kömək istəyərək səcdədə keçirirdim. İmam Hüseynin həyatını, onun ailəsinə nələr elədiklərini xatırlayırdım. Mən bütün bu sınaqlardan keçmək üçün özümdə xanım Zeynəbin gücünün olmasını arzulayırdım. Özümün həbsxana otağında olduğumu düşündükcə, onun ailəsinin həbsdə necə əziyyət çəkdiyini xatırlayırdım və Allahdan kömək istəyirdim. Yalnız halda, qorxaraq, yanında heç kəsin olmadığı bir yerdə olmaq çox çətindir. Xatırlayanda ki, Allah səninlədir və sənin yaşadıqların İmam Hüseynin ailəsinin yaşadıqlarındandır, mən bütün bunlara dözmək üçün güc alırdım. Xatırlayanda ki, Allah həmişə mənimlədir və həmişə də mənimlə olacaq, bunlardan keçmək üçün özümdə güc tapırdım. 3 gün sonra mənim kamerama gəldilər və dedilər ki, məhkəmə mənim işimə xitam verib. Belə ki, mənim nənəm məni öz himayəsinə götürməyə razılıq verib. Sərbəst buraxılmağım üçün başqa heç nəyə gərək qalmamışdı. Sadəcə qapını açdılar və dedilər ki, azadsan, gedə bilərsən. Nənəmin yanına getdim və dedim ki, bilirsənmi, mən qayıtmalıyam. O dedi ki, bilirəm. Sadəcə mən səni orada qoya bilməzdim. Ona təşəkkür elədim, öpdüm və biz İslam və Xristianlıq haqqında danışdıq. Dedi ki, mən bilirəm, əgər belə olmasaydım, müsəlman olardım. Sənin gücün göstərdi ki, İslamda Allah həqiqidir. Çünki heç kəs bunlardan keçə bilməzdi. Sonra mən Michigana qayıtdım və orada rəfiqələrimlə qaldım. Təxminən 14 yaşıma kimi gedib gəlirdim və 14 yaşımda mən qısa bir müddətə ailəmin yanına qayıtdım. Sonra yenidən bura gəldim. 16 yaşıma kimi burada qaldım. 16 yaşım olanda əvvəl mənə köməklik göstərmiş imamla əlaqə saxladım. Ona dedim ki, mən ailə qurmağa hazıram və mən siz kimi məsləhət bilsəz, etimad göstərəcəm. Anladım ki, artıq həyat yoldaşı seçməyin zamanı gəlib. Bunu eləmək üçün mənim nə ailəm, nə də yerim yox idi. Ona görə də mən imamın yanına getdim və dedim ki, siz kimi seçsəz, mən onunla ailə qurmağa razıyam. Sonra o mənim gələcək həyat yoldaşımı çağırdı və biz 2 dəfə görüşdük. Biz 2 dəfə də telefonla danışdıq. Maraqlısı bu idi ki, mən heç onun üzünə baxmırdım və bütün vaxt ərzində gözlərimi aşağı dikirdim. Biz evlilik məqsədi ilə görüşdüyümüz üçün mən çox həyəcanlıydım və ancaq əllərimə və ayaqlarıma baxırdım. İkinci dəfə biz telefonla danışanda o dedi ki, mən sabah gəlirəm və biz nikah bağlayaq. Mən razılaşdım. Bunu sadəcə evlilik təklifinin ekvivalenti kimi qəbul elədim. Beləliklə, bir həftəyə biz evləndik. Rəfiqəmin evində sadə bir mərasimimiz oldu. İmam və 2 şahid, bir neçə qız və bir neçə oğlan iştirak edirdi. Sonra biz restorana getdik və orada mənim toyum oldu. Öz aramızda danışırdıq ki, bizim böyük bir toy məclisimiz ola bilərdi. Mən deyirdim, istəyərdim ki, mənim ailəm də orada iştirak eləsin. Amma onlar heç vaxt məni qəbul eləməzlər. Yoldaşım deyirdi, mən də istərdim ki, mənim ailəm bizim toyumuzda olsun. Amma onlar İraqdadılar. Mən isə burada təkəm. Burada sadəcə bəzi qardaşlarım var. Biz fikirləşdik ki, bizim Allahdan başqa heç kimimiz yoxdur. Və düşünürəm ki, mənim yeni həyata başlamağım üçün ən əsas olan da elə bu idi. İndi artıq 17 ildir ki, evliyəm. Fikirləşə bilərsiniz ki, hər şey indi qaydasındadır. Mən də eyni fikirdəyəm ki, Allah mənim həyatımda itirdiyim hər şeyin daha yaxşısını verib. O mənə ailə verib. Amma mən hələ də öz ailəmin məni qəbul eləməyini istəyirəm. Bir neçə dəfə onlarla əlaqə yaratmağa çalışdım. Lakin mən hər dəfə onların yanına qayıdandan sonra dərk eləyirdim ki, Allah məni onlardan qoruyur. Mənim ailəm narkotikdən istifadə eləyir, müntəzəm olaraq içki içirlər və elə bir həyat tərzi yaşayırlar ki, istəmirəm onu uşaqlarım görsün. Axırıncı dəfə uşaqlarımla anamın evinə gedəndə, uşaqlarım dedilər ki, bu necə evdir belə? Lap komaya bənzəyir. Biz içəri girəkmi? Qapını döydük. Pəncərələrində karton var idi və oradan pis qoxular gəlirdi. Onların öncəlikləri çox fərqlidir. Həyatdakı məqsədləri çox fərqlidir. Mən də belə olardım, amma yox. Allah hər şeyi dəyişdi, itirdiyim hər şeyi. Həmişə axtardığım ailəmi daha yaxşısı ilə əvəzlədi. Yaxşı oldu ki, mən müsəlman oldum. Yaxşı insanlardan ibarət icmam oldu. Mənə həmişə deyirdilər ki, müsəlmanlar səni qəbul eləməzlər.
heç vaxt səni istəməzlər. Müsəlman icmasına üzv olmağın illər çəkəcək deyirdilər. Amma bu belə olmadı. Mən hər bir müsəlmandan sevgi gördüm. Bu çox qəribədir ki, həyatım necə də fərqli oldu. Mən ilk dəfə Michigana gedəndə bilmirdim ki, İslam təriqətlərə ayrılır. Düşünürdüm ki, müsəlmanlar Quranın ardınca gedir və hər şey bundan ibarətdir. Bura gələndə məndən sünnisən, yoxsa şiəsən deyə soruşurdular. Dedim ki, necə, mən nəyəm? İslamın təriqətlərə ayrılması əsla ağlıma da gəlməyib. Çünki mənim müsəlman olmağım üçün hər bir qərarı Allah verib. Buna görə də mən necə qərar verə bilərdim? Məni Michigana gətirən imam mənlə məsciddə əyləşdi. Və ondan soruşdum ki, şiə, sünni nə deməkdir? Nəyə görə mən seçim eləmək məcburiyyətindəyəm? Bu vacibdirmi? Dedi ki, Peyğəmbərimiz vəfat elədikdən sonra kimin məsuliyyəti öz üzərinə götürəcəyinə heç kim qərar verə bilmirdi. Bəzi adamlar onun ailəsinin tərəfində idilər, bəziləri isə onun dostlarının tərəfində. Əslində İslam bu cür ayrıldı. Mən dedim ki, məyər onu ən yaxşı tanıyan onun ailəsi deyilmi? Məyər onun ən çox sevdiyi insanlar ailəsi deyilmi? Onlar onun adamları deyildilər? Kimdir ailədən yaxın dost? İmam gülümsündü və dedi ki, məsələ də elə budur. Bu məqamda anladım ki, şiəlik mənim üçün seçim olmayıb. Mən sadəcə hər zaman şiə olmuşam. Mən ailəmi axtarırdım, sevgi axtarırdım. Əlbəttə, bizim mükəmməl Peyğəmbərimiz olub. Mən onu həmişə günahsız bilmişəm. Onun ailəsi də mükəmməl olmalı idi. Sünni olmaq mənim üçün heç vaxt iki seçimdən biri olmayıb. Mənim üçün yalnız şiəlik olub və həmişə onun ailəsini sevmək olub. Bir zaman onun ailəsini, o insanların həyatını öyrənməyə başladım. Mən onlar haqqında oxumağa başlayanda anladım ki, onlar demək olar ki, Qurandakı, xristianlıqdakı peyğəmbərlər kimi idilər. Onların həyatı heç də asan keçməyib. Onların həyatı sadəcə onlara verilməyib. Onlar gümüş qaşıqla yedirdilərək böyüdülən uşaqları olan padşah kimi bir həyat yaşamayıblar. Əvəzində bu insanlar İslam üçün mübarizə aparıblar. İslam üçün canlarından keçiblər. Mən dərk elədim ki, onlar mənim üçün nümunədir. Onlar o insanlar idi ki, mən onları başa düşürdüm. Onlar bəşər idilər. Onlara verilən həyat başqa insanların qatlaşa biləcəyindən daha ağır bir həyat idi. Buna görə onlar mənə güc verirdilər. Onların bir-birinin ardınca İslam uğrunda mübarizə apararaq həlak olmaları mənə dərk elətdirdi ki, Allahı axtarıb tapmaqdan başqa həyatda heç nəyin önəmi yoxdur. Həqiqəti tapmaqdan önəmli heç nə yoxdur. Və mənim üçün hər şey asanlaşırdı. Bilirsinizmi, bütün imamlardan biri, İmam Hüseyn mənim üçün həmişə daha yüksəkdə durub. Onun haqqında bir rəvayətdə öz adamlarına biz sabah səhraya gedəcəyik və gəlməyəcəyik. Siz mənlə gəlirsinizmi? İstəsəz gəlməyə də bilərsiniz deməsi. Bilirəm ki, həqiqətən də onun ailəsi və dostları onunla gəlməsəydilər belə, çıxıb getsəydilər belə, o heç nə deməzdi və onlara gözünü də qırpmazdı. Amma əksinə, onlar sevərək getdilər. Onlar mümkünsüzü elədilər. O mənə məqsəd hissini aşıladı. Bildim ki, əgər sən həqiqətən Allahı sevirsənsə, əgər Allahla münasibətin doğrudursa, sən döyüşə gedə bilərsən. Həyatda hər sınaqdan keçə bilərsən. Və mənim bütün həyatım boyu çatışmayan şey elə bu idi. Məqsəd. Sonra mən Göz yaşları və Xərac əsərini oxudum. Burada evdəki qadınlardan bəhs olunan hissələr daha çox təsirli idi. Qadınların hicabları soyundurulurdu. Sırğaları zorla qulaqlarından dartılıb çıxarılırdı və onların qanları axırdı. Anladım ki, mən də bunlardan keçmişəm. Həyatımda çox çətinliklərdən keçmişəm. Amma bütün keçdiyim müsibətlər, onların yaşadıkları müsibətlərin yanında heç nə idi. Bütün bunlar öz ailə üzvlərinin ölümünə baxmağın və zamanında özünün də ölümlə qarşı-qarşıya gəlməyinin yanında heç nə idi. Onların bütün bunlardan fəxrlə, əzmkarlıq və qətiyyətlə keçməyə gücləri var idi. İmam Mehdi əleyhissalam həmişə elə bir olub ki, mən xoşlamışam. Demək biraz qəribə səslənir. Bütün qəlbimlə mən İmam Mehdinin ideyasını sevmişəm. O qeybə çəkiləndə uşaq idi.
Onun hər vaxt geri gələ biləcəyini bilmək insanda İslamın əsrarəngizliyi hissini, İslamın həyəcan hissini yaradır. İstənilən vaxt o bu dünyanı ala bilər və onu dəyişə bilər. Və necə olmalıdırsa, elə də eləyə bilər. Yaşayan imamın olması sənə hər gün ümid verir. Burada yaşayan biri var ki, kömək eləyə bilər. Hər zaman qayıda bilər və sənin həyatına, bütün dünyaya nəzarəti öz əlinə ala bilər. Bilirsən ki, hər şey mükəmməl ola bilər. İndi dünyaya və İslamın halına baxmaq çox ağırdır. Küçədə gedərkən müsəlmanların sadəcə öz İslam dinlərinə qarşı çox etinasız olduqlarını görmək, bu naqis dünyada öz uşaqlarını böyütmək çox çətindir. Amma bilirsən ki, imam var, o yaşayır. Bu 10 milyon il əvvəl deyil, indiki zamandır. Bu mənim uşaqlarımın tez-tez soruşduğu şeydir. Deyirlər ki, biz uzun zaman əvvəl baş vermiş əhvalatlara necə inana bilərik? Onlar indi necə real ola bilər? İmam Mehdi bu ümidi sənə verir. O indi buradadır. Ola bilsin ki, sən onu görmürsən. Ola bilsin ki, o yer üzündə gəzmir. Amma o yaşayır və o bizim imamdır. O bizim izləyicimizdir. O bizim liderimizdir. O bizim həyatımızın bələdçisidir. Hətta o bizim yaxınlığımızda olmasa da, İmam Mehdi mənim üçün ümiddir, seçimdir. Özümüzdən daha böyük nəyinsə bir hissəsi olmaq seçimi. Tez-tez İmam Mehdinin qoşunu haqqında eşidirik. Biz İmam Mehdi ilə döyüşə getmək istəyərik. Düşünmürəm ki, seçim mən istəyərəmmidir. Seçim odur ki, o məni qəbul eləyəcəkmi? Bunun üçün mən kifayət qədər yaxşı olmaq niyyətindəyəmmi? Mən bunu illərdir ki, istəyirəm. Mən müsəlman olduğum andan İslam üçün ölmək istəyirəm. Amma mən əminəmmi? Mən bu dünyada uşaq böyüdürəm. Mənim xasiyyətlərim və davranışlarım onun qoşununun üzvü olmağım üçün kifayət qədər qəbul olunandımı? Məncə, bunları biz hər gün mən cənnətə gedə biləcəmmi, cəhənnəmə gedə bilərəmmi, deyə fikirləşməkdən daha çox düşünməliyik. Bəli, mən bunlar haqda da düşünürəm. Düşünürəm ki, mən haqq hesab günündən keçə biləcəmmi? Mən həmçinin istəyirəm ki, İmam Mehdi mənim dövrümdə olsun. İnşallah. Və mən ümid eləyirəm ki, mənim zamanımda olar. İslam həmişə daxili güclülük dini olub. İslam həmişə insanlara məlum olan ən güclü, ən qüdrətli din olub. Əgər sən bu gücə inanırsansa, Allah sənə hər çətinlikdən çıxmağa kömək eləyəcək. Mən bütün ailəmi itirmişəm. Mənim onlarla heç bir əlaqəm yoxdur. Amma Allah daha yaxşısı ilə əvəzləyib. O bunu hər zaman eləyib və bir an belə olmayıb ki, mən ehtikarlıq eləyim. Bir saniyə belə olmayıb ki, mən arzuluyum, bunlar olmayaydı. Və ya mən geri qayıdıb hər şeyi dəyişəydim. Heç vaxt arzulamamışam ki, geri qayıda biləydim. Və nənəmə deməyəydim ki, mən bu yolu seçmişəm. Gözləyəydim ki, biraz böyüyeyim. Gözləyəydim şərtlər daha yaxşı olsun. Özümü idarə eləməyim üçün maddi təchizatım olsun. Xeyr, bunu heç vaxt arzu eləməmişəm. Hər şeyə rəğmən, mən yenə də illər öncə müsəlman olardım. Çünki Allah hər kəsi hər gün hidayət eləyir, dinləsən də, dinləməsən də. Ona görə də bu sadəcə yol seçimi deyil. Bu həyatını daha böyük amala görə yaşamaq seçimidir. Bu saf məhəbbət seçimidir. Bu həyatında gördüyün işlərlə başqalarına nümunə olmaq seçimidir. Mən heç vaxt əksər Amerikalıların hələ də yaşadığı həyatı yaşamamışam. Bildiyiniz kimi içkilər, eyş-işrət və digər belə şeylər. Çünki mən həmişə bilirdim ki, Allah məndən bunları qəbul eləməz. Bunları mənə demək üçün kitaba ehtiyacım yox idi. Bunları bilməyim üçün dinə gəlməyimə ehtiyacım yox idi. Mən hər zaman öz ürəyimin səsinə qulaq asmışam. Məncə keçdiyim bütün yaşantılar, keçdiyim bütün istirablar, təhqirlər məni daha da güclü elədi. Bunun üçün mən Allaha şükür eləyirəm. Bu təhqirlərə məruz qaldığım üçün Allaha təşəkkür eləmək kimi səslənir. Amma mən indi çox güclüyəm və əvvəl olduğumdan çox fərqliyəm. İndi əvvəl sevdiyimdən daha çox sevirəm. İndi əvvəlkindən daha aydın dərk eləyirəm. Mən indi hətta insanlara baxanda
Bəzən insanları pis müsəlmanlar, pis xristianlara ayırırlar. Mən bunları daha görmürəm. Mən görürəm ki, Allah onları hazırlayır və Allah gözləyir ki, onlar gözlərini açsınlar. Quranda da deyilir ki, Allah onların gözlərinə və qulaqlarına örtük çəkib. Mən indi bunu başa düşürəm və hesab eləyirəm ki, onu qaldırmaq və inanmaq çox asandır. İslamı düşünən insanlara deyə bilərəm ki, əgər o insanlar İslamı düşünüblərsə, deməli Allah artıq onları buna çoxdandır ki, hazırlayır.